Var olan varsa, var eden var. Bəs var edən necə var oldu? Bu sual bizi zamanın və məntiqin sərhədlərinə gətirib çıxarır. Əgər hər şeyin bir səbəbi varsa, onda var edənin də səbəbi olmalıdır, deyə düşünürük. Amma burada bir nöqtə var. Bu qayda yalnız yaradılmış şeylərə aiddir. Var edən isə, yəni yaradıcı, yaradılmış deyil. Çünki əgər o da yaradılmış olsaydı, onda onu yaradan başqa biri olardı. Bu da sonsuz zəncir, sonsuz səbəblər silsiləsi yaradar. Sonsuz geriyə gedən səbəblər isə heç vaxt ilk başlanğıc yaratmaz. Deməli, məntiq deyir ki, hardasa bu zəncir dayanmalıdır. O dayanacaq nöqtə isə başlanğıcı olmayan, səbəbsiz olan, öz-özünə mövcud olan bir varlıqdır. Fəlsəfədə buna zəruri varlıq deyilir. Bu varlıq zamandan kənardır, çünki zamanı yaradan odur. Məkanla məhdudlaşmır, varlığı üçün heç nəyə möhtac deyil. Yəni, sualın cavabı belədir. Var edən var olub deyil, o həmişə var idi. Çünki necə var oldu sualı yalnız başlanğıcı olan şeylər üçün keçərlidir. Başlanğıcı olmayan üçün bu sual artıq məna itirir. Bəlkə də ən böyük həqiqət odur ki, bəzi şeyləri zamanla ölçmək mümkün deyil. Çünki zamanı yaradanın özü zamana tabe deyil. Bəzi həqiqətlər var ki, onları başa düşmək üçün yox, qəbul etmək üçün düşünürük.